Bir sual verirsən bilmir, 2 sual verirsən bilmir, 3-cü sual mütləq onun biləcəyi bir sual verməlisən. Çox asandır ki, o adamda əminlik qayıtsın özünə. Çünki o adam yəni bilmədikcə, fail olduqda şey olur da, ay da mən pozor, biabır oldum. Sən əminliyi qaytarırsan o adama ki, sən bununla yaxşı kadr itirə bilərsən. Introvert adamlar var, hansı ki sıxılır. Görmüşəm, hə. Hə. Ona görə yəni və sən interviewer kimi başa düşməlisən ki, sən adamı layiq olub, yaxşı bunları təyin eləyirsən. Yəni sən bura gəlməsən, burada şaxta ölsən. Bu birinci məsələ. Yəni Azərbaycanda ən ağrılı yerin budur. İntervyu aparanların çoxusu ya şəxsi eqoların şey eləmək üçün, doyuzdurmaq üçün gəlirlər. Ya onu menecer kontrol eləməlidir ki, məndə vakansiya var. Bu vakansiyaya uyğun adamı tapmaq üçün normal bir interviewer salım. Və intervyu eləyən adam da dediyim kimi şey eləməlidir ki, başa düşməlidir ki, bu adamı mən bura sındırmağa gəlməmişəm.